Natiqlik məharəti haqqında. Qabusnamədən. Böyük hökümdar Harun Ər-Rəşid bir gün yuxuda gördü ki, bütün dişləri tökülüb. Yuxu yozanı yanına çağırıb yuxusunu ona danışdı və soruşdu: "Bu yuxunun mənası nədir?" Yuxu yozan dedi: "Padişahın ömrü uzun olsun. Bu yuxu göstərir ki, bütün qohum-əqraban səndən əvvəl öləcək." Harun Ər-Rəşid keşikçilərinə üzünü tutub dedi: "Aparın bu yuxu yozana 100 çubuq vurun. O belə ağır xəbəri nə üçün üzümə dedi? Qohum qardaşın ölümünü görməkdən pis nə ola bilər?" Xəlifə əmr etdi. Başqa yuxu yozanı çağırdılar. Ona da yuxusunu danışıb yozmasını tələb etdi. Yuxu yozan belə cavab verdi: "Hökümdar sağ olsun. Bu yuxudan görünür ki, sən bütün qohum-əqrabandan çox yaşayacaqsan." Harun Ər-Rəşid fikrə getdi. Məna həmin mənadır, amma ifadələrdə böyük fərq vardır, deyə düşündü və əmr etdi ki, həmin yuxu yozana 100 dinar versinlər.